Hadisə. Salamlar. 21-ci buraxılışımız artıq efirdədir və bir-birindən gözəl musiqiləri və ifaları sizə təqdim etməyə hazırıq. Amma ilk olaraq bu həftə bizi tərk edənlərdən danışmaq istərdik. Bu həftə bizi şahanə Qara Qız mahnısı ilə tərk edib. Gölçamada ötür turaç, süp açılır, gülür yamaç, başındaki örpeyi aç, saçlarını yandara kız, ay kaşı gözü kara kız, kara kız. Ay kaşı gözü kara kız, kara kız. Ay nurunu salırken de biz eyvanda görüşende. Eyni zamanda Miri Yusif İstanbul mahnısı ilə bizi tərk edib. Ben kaçarken, kalbimi gecelere açarken, lafımı yıldırımla bölüyor İstanbul. Kalbimi geceye açsam da ben, kendimden de kaçsam da ben, üstüme geliyor İstanbul. Bu həftə bizi tərk edənlər sırasında Dilarə Kazımova da var. Əlbəttə ki, Tez Gəl mahnısı ilə. Ürek yandı tez gel. Seher açtı düştü gece gem odlandı tez gel. Sensiz günler öttü nece ürek yandı tez gel. Seher açtı düştü gece gem odlandı tez gel. Ən son olaraq isə Nasperi Dostaleva və Elvin Nəsir dueti bizi tərk edib. Oyan, burada sensiz biri var, hey bağırır, getmə dayan. Gitme uzaklara, kal sana kurban. Bu dilsiz ağızsız, lal sana kurban. Bu həftə hit paradımızı Qaraqan açıq elan edir. Hit paradımıza daxil olan Gəl və Bax bu həftə üçün 163.685 baxış toplayıb. Gel ve bak, gece nece yaraşır sana. Hilal ala gözlerine, karalarda arzular, gönül mene. Best of Aygün albomuna daxil olan yenə tək mahnısı bu həftə hit paradımıza daxil olub. Rəsul Əfəndiyevin ifası bu həftə üçün nə az nə çox 221.700 baxış toplayıb. O küsür sonra tez barışır. Herden başımız karışır. Dilimiz çok sert danışır. O küsür sonra tez barışır. Amma ki bu defa danışıp ciddi, qapını çırpıb getdim. Best of Aygün albomundan növbəti mahnı da bu həftə hit paradımıza daxil olub. İlqarə Kazımovanın ifa etdiyi Kariyə Glaza mahnısı bu həftə üçün 222.305 baxış toplayaraq 8-ci olub. Respublikanın xalq artisti Aygün Kazımova SOS ilə yenidən aktualdır və bir pillə irəliləyərək bu həftə 7-ci olub. Onun həftəlik izləmə sayı isə 229.408-dir. Suallar presse bir yandan, bütün gün stresse bir yandan, show business'te bir yandan, SOS. Suallar presse bir yandan, bütün gün stresse bir yandan, show business'te bir yandan, SOS. Keçən həftəki yerini heç kimə verməyən Kazımcan yenidən 6-cıdır. Bu həftə Danış Mənimlə 264.771 baxış toplayıb. Gözlerine baktım ne kadar sarhoş olup baktım, bana yazılıp baktım, senin için darıxdım yine de. Danış benimle, yine kelime kelime kayna karış, danış benimle. Eybi yok herden küs barış benimle, ama kalbimi dinle, ne varsa bağlı senle. Hamısı tanış benimle, danış benimle, şekillerde dolup kalıp hemin bakış benimle. Keçən həftə birbaşa 3-cü pilləyə daxil olan His və Ayaz Babayev bu həftə 2 pillə geriləyib.
Onların dueti ikinci həftə üçün 5-cidir və 276.201 baxış toplayıb. Gitsin seni yorursa etraftakiler o zaman her şeyi reddele gitsin. Benim için değilenlerden yok mu biraz daha yandıran içimi? Benim için değilenler var itürsüne bir yolumuzu geçerik. Benim için değiller her tane yatı bürünüp yıkıların içine. Bu benim için değil eğlenme oturup zirvede uğurma içirem. Benim için değilenlerden yok mu biraz daha yandıran içimi? Aygün Kazımov bu həftə 4-cüdür. Əlbəttə ki, Canol mahnısı ilə. Canol 21-ci həftədir ki, hit paradımızdadır və bu həftə üçün 296.665 baxış toplayıb. Günlerin bir günü bir gece yari benim karşıma çıkarmıştım gece yari. Bir defa güldün yayıldı kanıma. Dedim ki nece yaraşar yanıma. Eşkin ile can ol can da canıma. Halım yaman sen ol yanan halıma. Bir defa güldün yayıldı kanıma. Keçən həftə İstanbulla daxil olan Miri Yusif bu həftə isə Hani Bəs mahnısı ilə hit paradımıza daxil olub. Xalq artistinin bu ifası ilk həftə üçün 336.537 baxış toplayıb və hit paradımızda 3-cüdür. Her defa eyni sef olmaz ki ağıllanmayacak ürək. Geden axtarılmaz ki artık olmaz ki geriye biz nece dönək. İndi de hani bəs keçdiyimiz gecələr səni sorur hani bəs. Ürəyim ürəyim dediğin adam hani bəs. Əlləri əllərimdə deyil axı hani bəs. Namiq Qasımov yenidən ikincidir. Bəsimsən aktuallığını itirmir və hər həftə yüksək baxışlar toplayır. Bu həftə isə 413.653 baxış sayı ilə ikincidir. Sevgiye hislere dikkatinden beni her anı beladan dertten koruyan güçlü məhəbbətindən. Mənə daha qalan ömürdə bəsimsən, bəsimsən. Mənə ən doğma kəsimsən, təkcəsən, bəsimsən. Sənə oxunan mahnılarımda sözümsən, səsimsən. Ona görə mənim həyatımda təkcəsən, bəsimsən. Gəldik çatdıq 21-ci həftənin qalibinə. 21-ci həftədir ki, istədim birincidir. Roza xanımın bu ifası aktuallığında qalır və bu baxış sayıları ilə düşünürük ki, hələ çox həftələr birinci olacaq. Bu həftə isə düz 735.738 izlənmə olub. Təbriklər Roza xanım. Senden sadece dikkat istedim. İstedim sevilen olum yolunu gözledim. Sevgine ihtiyacım vardı görseydin. Mənə gəlsəydin, ətrini duysaydın bir. Həyatımı, zamanımı, ürəyimin açarını sənə verdim. İstədim sevilen olum yolunu gözlədim. Bu həftəni də bax belə bitirdik. Gələn proqramımızda sizi isə bol sürprizlər gözləyir. Hələlik isə bizi izləmək və səhifəmizin solmağı unutmayın. Görüşənədək!